Biz Azərtürk Banka etibar edən müştərilər üçün daha bir yeniliyə imza attıq. İstifadəyə verdiyimiz yeni Visa kartlarının üzərində vacib bank məlumatları ilə yanaşı bizim üçün çox qiymətli dəyərlərimizi həkk etdik ki, hər kəs bu kartları vətənin bir parçası bilib qürurla daşısın. Strateji məhsulumuz olan ağ qızıl, pambıq, bankın Visa elektron kartlarının üzərində təsvir olunub və bankla müştərilərin şəffaf, strateji münasibətlərinin rəmzidir. Həyat eşqi və enerji simvolu olan narın Visa klassik kartlarının üzərində yer alması, xoşbəxt gələcəyini qurmaq istəyən hər bir müştərinin bu yolda banka tam etimad göstərə biləcəyinə bir işarədir. At Muraddır. Bankın Visa Business Gold kartlarını Qarabağ atlarının təsvirinin bəzəməsi, sahibkarların biznesdə hədəflərinə və arzularına çatmaqda ən etibarlı tərəfdaşı olmasını xarakterizə edir və tarixi keçmişimizə sayğının göstəricisidir. Vüqarlı zirvələrimizdən olan Kəpəz dağının Visa Gold kartında həkk olunması, bankın öz müştəriləri və onlara xidmət göstərməkdən hər zaman qürur duymasından və bu xidmətin səviyyəsini daim yüksəltməklə yeni zirvələri fəth etmək iddiasından xəbər verir. Visa Platinum kartları üzərində floramızın unikal bitkilərindən olan dəmir ağacın əks olunması, bankın müştəriləri ilə uzun müddətli və möhkəm əlaqələrini simvolizə edir. Üzərində təbiətimizin nadir incilərindən olan, adı qırmızı kitaba düşmüş cəsur Qafqaz pələnginin təsvir olunduğu Visa Infinity kartı isə sahibinə bütün situasiyalarda banka güvənib cəsarətlə qərar verə biləcəyini təlqin edir. Lazım da öləcəm süzərəm.
Ağa Bikə, vəziyyət necədir? Hava filtri pis gündə idi, jidqisti də az idi. Qalivat elədin? Ha, hər. Əla. Ağa Nazilə? Təkərlərin yerini dəyişdim. Qabaq 1.8, arxa 2. Əlaçı. Ağa Səbinə? Maşını don parlovka elədim, 2 dəqiqə hazırdır. Əla. Ağa Vüsalə? Bir də xranit elləri düzəltdim, amma tazasını alsan day da yaxşı olar. Kakras həcik ilə təzə mal gəlir. Yaxşı, alaram. Başa düşmədim. Bəs Ağa Gülnarə haradadır? Karabkanın səlini 2 yaş buraxırdı, onu değişirəm. Ay, sağ ol, mənim balam. Əlaçı. Günümə sadıma bax. Cəmaatın qızları rəqsə gedir, gimnastikaya gedir, paltar tikməyi öyrənir. Mənimkilər də bütün günü maşında qurdaranırlar. Elə bil profilaktoriyada yaşayırıq. Birincisi, oğlan doğsaydın vaxtında belənçi olmazdı. İkincisi də ki, sən zavodun oğlan buraxmayana qədər mənim konvey girim dayanmayacaq. Eşitdin qızım? Qaqaşın olmasa, sən də böyüyəndə dəmirçi olacaqsan. Keç övə. Kışda, yazıda, yayda, payızda Sasbili zamanı provkalarda Canlara değen olan tadına satar her zaman Təsbih yerində qədəş rolar xasında Canlara değen olan tadına satar her zaman Təsbih yerində qədəş rolar xasında Ala təsbih yerində qədəş rolar xasında Can diyen can eşiden sözünde mentik Xeyrə şərəm şəşəridir alanadı Can diyen can eşiden sözünde mentik Xeyrə şərəm şəşəridir alanadı Xeyrə şərəm şəşəridir alanadı Salam əleykum, bayla apararsan? Lazım olsa, lap ağ cəbədiyə də apararam. Otur. Şıfqadan uzaq nə badə Hanatkası düşüncəsində Sözünü deyən yerində Atı izahdu netiqdə Yüzü yüzünü də düzərli Alan adı İşini də mütləq dəqiq Qayda qanuna sadiq Ağır kişi üstəlik Alan adı Alınaq olu xısı mühərrik Alan adı Can diyen can eşilen sözünde mentik Xeyrə şərəm şəşəridir alan adı Can diyen can eşilen sözünde mentik Xeyrə şərəm şəşəridir alan adı Xeyrə şərəm şəşəridir Taksimən alan adı Salam əleykum Mirzə. Aleyküm. Necəsən qardaş? Şükür. Yenə nə qaynadırsan burada? Yeni sistem çalışmıyorum bak. Nə sistem? Ne sistem? YPS-M. Bu nədir? Yeni protivugon sistem Mirza. Nəzərə alsaq ki, maşını oğurlamaq istəyən insan həyəcanlı olur. Onun nəbzi qana püskürülən adrenalin sayəsində artır. Buna görə mən sürücünün oturacağının altında xüsusi aktivləşmiş nəbzi hiss edən sensorlar quraşdırmışam. Bu sensorlar aldıqları bütün məlumatı arxa oturacağın altındakı rəqəmsal elektron bloka import edir. Həmin bu blok bütün məlumatı RZS formatına çevirib dərhal bagajnikdəki elektrodinamik beyinə yönləndirir. Beyin bu məlumatı 50 MHz tezliklə
ötürür maşının üstündəki dürəlimin hazırlanmış membrana və membranı aldığı məlumatı infraqırmızı şoya çevirərək vurur, start elə və maşın koda düşmür. Pis dögül. Qardaş, neçəyə çıxır bu duralüminium membran sistemi? Cəmsi 8.000 manat. Cəmi 8.000. Deməli 80 dənə cağ yüzlük verirəm. Maşınım da xoda düşmür. Bana düşmür. Mən dahi sənətkarana. Ola bilərdin. Ha, rəhmətliyin dahi sənətkarı. Ondansa get yerli bazardan 15 köpüyə bir dənə kartof al. Sok quluşit ilə. Görüm hansı köp ayaqlı xoda sala bilir o maşını. Yan görüm, əsəbləşmə yine. Bu sənə hələ lazım olacaq. Ondansa de görüm, mənim navigatorumu düzəltmisən. Navigator be. Ağa, sənə bir dənə navigator düzəltmişəm. Düzəldi be. Yapon yatsa yuxusuna girməz. Başqa şey deyil. Hə, görək Mirzə səni necə düzəldi. Əhmədli. Əhmədli metrosuna 6400 metr məsafə qalıb. Nobel prospektində avtomobillərin hərəkəti normaldır. Babək prospektində yol təmir işləri ilə əlaqədar tıxac var. Əşi, cəmaat səhər-səhər işə tələsir. Onlar da yol düzəldirlər. Demə ay Vrat, yol işlərini gecə görərlər, gündüz yox. Sən düdün onu? Əlbəttə, məndən başqa kim var ki maşında? Yox, mən ömrümdə... Qabaqda açıq lük var, sola sür. Çox sağ ol, ay bırak. Borcumuzdur, başqa nə qulluq? Qulluq? Qulluq deyəndə ki, utanıram deməyə. Utanma, de gəlsin. Bir də kliyent də tapa bilsəydin, lap zor olardı. 10 metrdən sonra sağa dön. Orada kliyent var. Görək. Allah var. Əcəb idi. Əri, əcib deyil. İdealdan almışam. Saxlayayım da. Deməli belə, Rövşən müəllim, bu torpaqlar satılmır. Çünki bu ərazi ilə bağlı mənim öz layihəm var. İndi isə üzr istəyirəm, vaxtım azdır. Vacib bir görüşə tələsirəm. Tələsməyin, Əvəz müəllim. Nəriman müəllim bu torpaqların 3 qat qiymətini verir. İstəyir lap 100 qatını versin. Nəriman müəllimə deyin ki, yox. Nəriman müəllim yox sözünü qəbul etmir. Onda deyin xeyr, no, net, nein, la. Sağ salamat. Söhbətimiz bitdi. Çox təəssüf ki, söhbətimiz baş tutmadı. Bu yaxınlarda Nəriman müəllim yeni bir təklif göndərəcək. Necəsən Papuля? Sənlə işim var. Birincisi ayağımı sal aşağı, ikincisi də ki tələsirəm. Bir dəqiqə dayan. Mənə biraz pul lazımdır. Özümə 1-2 dənə şey almalıyam. Sən şoförü götürürəm. Başa düşmədim, sənin şoferin nə olub? Mən onu qovdum. Bunu niyə? Çünki şəhərin yollarını tanımırdı. Bütün günü probkada qalırdım. İndi mən neyniyim? Sən taksi ilə gedərsən. metrdən sonra dön sola. Amma biraz tez elə, 2 dənə qabırğa ucu yanıb. Ala keç, dön, ver dala. Yavaş, 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 yavaş! Bu neydi ala? Knopkalarım girmişdi qarnıma. Yaxşı, deyən görək, klient hara gedir? Salam. Əleykümə salam. Təcili Bayraq meydanının yanına gedirik. Bayraq meydanına qədər 8959 metr məsafə var. Tıxacları nəzərə alsaq, 37 dəqiqədən sonra çatacağıq.
37 dəqiqə 10 dəqiqəyə çata bilərik. Ya bu mümkün değil. Çünkü bayraq meydanına kadar 8959 metre mesafe. Mumla. 10 dəqiqəyə 9 dəqiqəyə çatdıraram. Dayı oğlu. Kibritim var. Hı? Halal olsun dayı oğlu. İstəməkdən çənəm çıxdı. Get bir dənə kofi gətir özümə gəlim. Sənə kofe yox. Yatmaq lazımdır. Get biraz mürgülə. Yox əşi, esiməyin axırına hələ 1 saat var. Tez elə gözlərim yumulur. Dünən hardaydın ala? Qızla kinoya getmişdik. Yaxşı idi kino. Bir şey görə bildim ki, şəhər necə dəyişir bala. Sən necə böyümüsən ala? Müəllim, olar bir dağa diyanə yemək yiyeyim mən. Sən 1 dəqiqə harda yemək yeyəcəksən? Necə yəni harda? Magdrakivda. Salam əleykum. Salam, buyurun sipariş verin. 6 dənəli chicken McNugget zəhmət olmasa. Soğuz barbekü olacak. Təndirli sous var. Var. Əla. Ekranda gördüğünüz sipariş düzdür. Düppələm düz. Sipariş məbləği 3 manat. Xahiş edirəm, ödənişinizi edin, siparişinizi götürün. Salam əleykum. Çox sağ ol qızım. Gördünüz? Düz bir dağa. Atalar düz deyil. Aç doyuq. Yuxuda chicken McNuggets görər. Getdi. Ala, bu da sənin kofen. Bir dəqiqə Diyanə. Formula 1 yarışları qutarır. Əlbəttə, hələ iyunda. Ola bilər ki, iştirakçılardan biri qalıb burada. Mən səhv eləmə. Onda dur tez ol sən bu rəsə şəhərdə bir dənə taksi saatda 153 ilə qoyub üstünə. 153? Yox, bəlkə 253 ilə. Dedim də, sənə kofe lazım deyil, sənə yatmaq lazımdır. İçki böyük bir bəladır. Son vaxtlar cavanlarımız da yaman dadanıb bu zəhirmara. Özdə bu ilə fəxr eləyirlər. Bir neçə gün bundan qabaq oturmuşam bir məclisdə, 2 nəfər söhbət eləyir. Biri o birisine fəxrlə deyir ki, dünənləri getmişdim bara, 2 dənə pivə içdim. Sonra da ki bir butulka viski içdim. Dedim ha, uşaq qızları çağırmaq lazımdır. Qızlar da ki... Ha, molla adamsan, ağzıva gələni danışırsan. Yox, sən mənə düz başa düşmədin. Ala, aç qapını da var, tüşdə zərə, yekə kişisən la. Tüş! Qızlar, viski.
gözəlliklə? Yox. Mən yeyib yatım. Heç 8 dəqiqə olmadı. Halaldır sənə. Qulluğunuzda vəçnə hazıram. Bu mənim vizit kartımdır. Sabah səhər 11-də ofisimdə gözləyirəm səni. Mənə sürücü lazımdır. Sürücü? İndi tələsirəm. Sabah 11-də hər şeyi başa salaram. Sağ salamet. Hə, necə oldu? Razı qaldın klientdən? Əlbəttə. Klient də öyle. Xalis yağdır. Çox sağ ol ay brat. Ala gəl sən bir də öpüm. Ala, hey, yox, lazım deyil. Ala, qurbanım eləmə, nə edirsən? Şöyle, ekranımdan öpdün. Evlənməsən məylə. Gözləp sağ. Kızlar, mən pit stopa girdim ha. On 12 saniye. Pis değil. Mən gedirəm çörək yeməyə, acından ölürəm. Siz də davay marş yatmağa. Natiqə. Ay Natiqə. Mənim bayırlıq kostyumumu hazırlayarsan, sabah vacib bir görüşüm var. Sabah hər şey yaxşı olacaq. Bəh. Bir dənə o qalmışdı ki, müğənni olasan. Yemək ver ondansa. Sabah hər şey yaxşı olacaq. Yox. Nəriman müəllimə mənim sözlərimi çatdırın. Mən o torpağı heç vaxt satmayacağam. Heç vaxt deməyin. Həyatdır. Hər şey ola bilər. Bəlkə sabah fikriniz dəyişdi. Salam əleykum Əvəz müəllim. Aleyküm əssalam ağa Natiq. Buyur keç əyləş. Ya Allah. Əla kostyumum var. Brioni 2015-ci il yaz kolleksiyası. Yox. Moskva univermağı 1972-ci il toy kostyumum. Orijinal Yugoslaviya. Görürsünüz də, Yugoslaviya dağıldı getdi. Amma mənim kostyumum hələ də kostyumidir. Dünən sənin maşın sürməvi gördüm. Qızım üçün səndən yaxşı sürücü tapa bilməyəcəm. Laf utandırırsınız məni. Amma qızım biraz ərköyün böyüyüb. Narahat olmayın. Lap yaxşı. Onda çox şeyə fikir vermə. Arxayın olun Əvəz müəllim. Mənim 6 dənə qızım var. O da olar 7-cisi. Salam papa. Bu kimdir? Bu sənin yeni... Bir dəqiqə deyən özüm tapım. Bu sənin yeni sürücündür. Ağa Natiq. Bir dəqiqə. Mən və klounum. Bəsdir Aylin! Yığmısan məni boğaza. Ya bu sənin sürücün olacaq, ya da metro ilə gəzəcəksən. Yaxşı da, istənmə. Onlar heç olmasa bunun vit fasonunu dəyişim. Yoxsa dostlarım mənə gülər. Olar. Onda mənə biraz pul ver. Bəs mənə? Hoppa! Şəklin əməlli başlı like yığıb ha. Mən səni Instagramın ulduz eləyəcəm. Bu nədir? Yağış yağır? Yox. Ağzımın suyu axır. Nədir? Maşın xoşuma gəlir? Onlar
emosiyalarımı sögüşlə ifadə eləyim. Yox. Onda ha, həri, xoşuma gəlir. Yaxşı, getdik. Siz əsl centilmensiz. Centilmen yox, bentlimen. Bentlimen ha. Ağa Natiq xoşuma gəlmir. Mən sənə Aqaşka deyəcəm. Yaxçı. Aqaşka, gəl sənlə selfie çəkək də. Birincisi çəkən deyiləm. İkincisi təzə maşında çəkmək məsləhət deyil. Maşını iyi basar. Onu demirəm. Yəni şəkil çəkək. Sənin vəbşə profilin var? Var. Instagramda ya Face'də? Adleni'də divarda. Profilim də var, anfasım da. Görəsən maşında skoç var? Skoçu nə edirsən? Gülməkdən qarnım cırıldı. Yapışdırmaq istəyirəm də. Bu isə parfüm de Marley. İlləri qarışdırdım deyəsən. Kofe? Əlbəttə, təşəkkür. Mənə də zəhmət olmasa bir dənə pürrəngi çay, limonla. Hamısını alıram. Buyurun. Necə yəni heç bir qiymətə satmır? Yaxşılıqla razılaşmasa, sən bilirsən nə etmək lazımdır. Mən də elə fikirləşirəm. Onda nə dayanmısan? Get. Baş üstə Nəriman müəllim, narahat olmayın. Mən narahat deyiləm.
Sən narahat olmalısan. Yadında saxla. O torpaq mənim olmasa, sən o torpaqda çürüyəcəksən. Bir-iki şey deyəndə ki, bütün mola aldıq ki. Yaxşı da qaşqa deyinmə. Bunları da qoy maşına. Mən bir şey var, onu da alıb gəlirəm. İndi nə alırsınız? Bilmək istəyirsən? Prokladka. Ha, o lazımlı şeydir. Aylin xanım, onsuz da gedirsiniz. Olar ki, mənim də maşınımın motoru üçün prokladka alasınız, yoxsa qalovkadan yağ buraxır. Nə oldu bu qızı? Dedi 12-də çıxacaq, saat 1-in yarısıdır, bu ələm yoxdur. İndiki cavanlar belədir də. Kluba girdi, hər şey yaddan çıxır. Yan ola! Yan! Köppək oğlu! Ana qızı qaçırtdılar. Qız qaçırma Azərbaycan milli folkloruna daxil olan adət-ənənədir. Cinayət məcəlləsinin... Sən də mumla da. Qurban ol, polisə vermə də məni. Heç nə olmaz. 3-4 il yatarsan, ağlın gələr başına. Xaloğlu toy eləyir, ona görə məcbur oldum. Xaloğlunun toyudur. Adam kimi gedin elçilikə, halallıqla qızın bormağına üzük taxın. Çıxın gedin də. Aç qapını. Bu nədir hala? Qız hani? Qız? Nə qız? Hala klubun qabağından qaçırtdığın qız. Day, mən köhnə Əhmədidən qoyun qaçırtmışam, Xaloğlu bununla evlənir? Yox, day, kebablı üçün götürmüşəm. Rədd ol buradan. Oturdum maşına, sürdüm dalları iyice. Sonra da itirdim onları. Əvəz, bundan əvvəl zəngzad eləmişdilər? Əmi oğlu, zəng də olub, biri ofisə də gəlmişdi. Həmin o torpağı almaq istəyirdilər. Mən də dedim ki, satmıram. Nə biləydim ki, belə olacaq. Eşidirəm. Əvəz müəllim, biz çox istəyərdik ki, tezliklə sizin sevimli qızınız evinə qayıtsın. Ona görə də siz
bizim tələblərimizi yerinə yetirməlisiniz. Uşaq deyirəm, başa düşdüm. Torpağı elə sabah adınıza keçirəcəyəm. Haramınız olsun. Amma qızımı mənə qaytarın, özdə bu dəqiqə! Nəriman müəllimi gözlətdiyinizə görə məsələ bir torpaqla bitmir. Sən nə demək istəyirsən? Onu demək istəyirəm ki, sizin bütün biznesiniz, əmlakınız, bank hesabları bizim olmalıdır. Axı bütün bunlar Aylin xanımın bircə dırnağına da dəymir. Düzdür? Elədir. Okey, danışdıq. Onda sizin 3 gün vaxtınız var. Mən sizə zəng eləyərəm. Az qaldı yaddan çıxa. Çaşıb polisə xəbər eləyərsiniz, ha? Allaha and olsun. Onu tikə-tikə doğrayaram, ha. Onlara qulaq asın. Tez polisə zəng vur. Düz deyirsən. Polisə zəng eləmək lazımdır. Eşidirəm. Əvəz müəllim, yadınızdan çıxmasın, ha. Polisə xəbər verməyin. Yoxsa sonra peşman olarsınız. Əvəz müəllim. Olar mən bir təklif eləyim. Ehtiyac yoxdur. Biz özümüz bu məsələni həll edəcəyik. Gedə bilərsən. Necə məsləhətdir? Dayan. Keç otur. Nə təklif eləyirsən? Məncə risk eləmək olmaz. Qızı bu işi bacaran adamlar qurtarmalıdır. Bizə əsl peşəkarlar lazımdır. Geçsinlər səssiz, küysüz, ailəni götürsünlər ölə. Sən belə adamlar tanıyırsan? Onların komandiri olmuşam. Sən? Bəli. 1988-ci il Əfqanistan. Alfa xüsusi təyinatlı bölgü. 69 xilas etmə əməliyyatı, hamısı da uğurlu. Heç bir dənə girovun burnu da qanamamışdı. Ağanatik, sən bu lüt qadının şəklini bizə niyə göstərirsən? Bağışlayın, bir dəqiqə. Budur, bu uşaqlardır. Narahat olmayın. Biz ailəni qaytaracağıq. Özü də sağ-salamet. Mən bunları görmək istəyirəm. Oldu. Nə oldu? Saat 12-dir. Hanı sənin spetsnazın? 12 ilə 15 saniyə var. Ağsaqqal, qəssab Zakirin evi hardadır? Düz gedərsən, qabaqdan 2 timdən sonra dönərsən sağa. Çox sağ ol. Belə də ki, qulluğundayım ha. Qulluq sahibi olacaq. Sağ ol. Salamet. Bizimkilərin yanında bu uşaqdır. Baxarıq.
Salamat ol. Bunlar mənim qızımı xilas edəcək. Amma bunların özlərini xilas eləmək lazımdır. Əvəz müəllim, uşaqları biraz yaxşı tanıyandan sonra fikrinizi dəyişəcəksiniz. Tanış olun. Bəhruz. Bəhruz Əfqanistan müharibəsində döyüşənlərin arasında ən yaxşı sapör idi. Elə bir bomba, mina yox idi ki, ondan başı çıxmasın. Fırtına. İçəridəyəm. Bombanı görsən? Bəli, görürəm. Əcəb modeldir. Nə modeldir? Cindy Crawford. Ana bomba şeydi ala. Komandir, Eşidirəm. 3-4 dəqiqə vaxtım var. Bəhruz əsl bombanı axtar, kanatından. Baş üstə komandir. Baş üstə. Fırtına. Bombanı tapdım. Eagle 124 tipli elektron detonator görürəm. 30 saniyəm var. Əməliyyata başlayıram. Komandir, burada 4 naqil var. Qırmızını gəl. Başda komandir. Amma Bəhruzun bir problemi var idi. O daltonik idi. Gel burada qırmızını tap da. Nə oldu əskər, tez ol. Hayda, hansı biri de qırmızı? Oh, keçəl banyaya. Oyda. Yenə də bəxtim gətirdi. Alandı. Yox. Genə. Əvəz müəllim, Bəxtiyar. Bəxti bizim görən gözümüzdür. Salamat ol qardaş. Sovet ordusunda Bəxtiyar kimi snayper yox idi. Onun qorxusundan hamı tir-tir əsirdi. Bəxtiyar tapşırığa gedəndə düşmənin sağ qalma şansı yox idi. Qartal, mən Aslanam. Yerindəyəm. Hədəf kimdir? Aslan, mən Qartalam. Hədəf düşmən generalıdır. Onun sadəcə bir problemi var idi. Asqıranda hər şey yadından çıxırdı. Qartal, mən Aslanam. Hədəf kim idi? Aslan, mən Qartalam. Hədəf düşmən generalıdır. Qartal. Mən kim idim? Ala, mən Qartalam, sən Aslan. Qartal, mən... Hədəf düşmən generalıdır. Olar bir sual verim. Ala, tapşırığın başıma dəysin. Lazım olmadı. Rədd ol qayıt kitaba. Baş üstə. Ştab haradaydı? Bu skleroz mənim qızımı xilas eləyəcək. Həmişə dögül ki, əncə asqıranda da Əvəz müəllim. Salamat ol qardaş. Sağ ol. Narahat olmayın. İntiqam müəllim. Əvəz müəllim. Narahat olmayın. Əvəz müəllim. Biz sizin oğlunuzu... Ala qızınızı. Biz sizin qızınızı instituta düzəldəcəyik. Ana, dəli olmusan. Xəstə adamları yığmısan bura. Bunun da yəqin ürək keçməsi var, hə? Yox, Əvəz müəllim. Aramızda elə ən səlaməti demək olar ki, Akifdir. Akifi Əfqanistanda dəmir insan kimi tanıyardılar. Bütün əsirləri yalnız o dindirərdi. Düşmən onun yumruqlarından sonra heç bir sir saxlamayırdı.
Bizimkilər səhər saat 7-də şimal tərəfdən hücuma keçmək istəyirlər. Amma onlar sizi çaşdırmaq istəyirlər. Əsas qüvvələrimiz səhər yarım saat sonra qərb tərəfdən hücuma keçəcəklər. Sən çox susacaqsan, ha? Akif çox güclüydü. Amma kontuziyadan sonra kar olmuşdu. Axı mən hər şeyi sizə danışdım. Qurban olun, vurmayın məni. Problem yoxdur. Sus! Emniyet sus! Görüm ne kadar dözeceksin! Zalpikistan! Zekirgistan! Zaprezefuya! Puştum! Va! Deməli sən də karsan, hə? Əziyyət çəkmə! Olsun heç nə eşitmirəm. Sözüm var yaxından dinən. Dodaqlarla oxuyabilirəm. Ağa Natiq, mən sənə inanıb bura gəldim. Bu qədər vaxt itirdim ki, sən mənə bu xəstələri göstərəsən. Salamat ol qardaş. Bunlar mənim qızımı xilas edə biləcək. Mən polisə zəng eləyirəm. Əvəz müəllim, bir daha mənə qulaq asın. Sonra nə istəsəz onu da eləyərsiniz. Nə qədər də olmasa, mən sizdən bir-iki bayram böyüyəm. Biznesdə sizin kimi təcrübəm olmasa da, həyat təcrübəm böyükdür. Böyüyün sözünə qulaq asmayan heç vaxt xeyir tapmayıb. Yaranan vəziyyətdə isə ən böyük xeyir ailənin sağ-salamat qalmasıdır. Ona görə ağsaqqal məsləhətinə qulaq assaz, yaxşı olar. Xahiş edirəm. Ailəni mənə qaytarın. Başqa cür nə ola da bilməz. Prostan burada bir məsələ var. Başa düşdüm, pul üçün narahat olmayın. Pul üçün demirəm Əvəz müəllim, əcib deyil. İndi bütün bunların hamısını Akifə başa salmaq lazımdır. Axı o kardır. Aha, aydındır. Şeyxə de ki, onu səbirsizliklə gözləyirəm. Tofiq idi. Dubaydakı klientlərimiz bugün gəlir. Əvəzin torpağını onlara satacaq. Nəriman müəllim, siz dahisiz. Gətir onu bura. Əvəzin qızıdır. Torpağı bizə verənə qədər qonağımız olacaq. Bırak onu. O axı bizim qonağımızdır. Ne güzel ətrin var. Əlbəttə gözəldir. Şanel şansdır. İdealda 50% endimlə almışam. Əclaflar! Bırakın beni! Xətrinə dəyə bilər. Onlar beni telefonsuz koyublar. Dünəndən Instagrama girməmişəm. Başa düşürsünüz? Mən dünəndən Facebookda status'umu yeniləməmişəm. Yaxşı, yum onun ağzını. Bilirsiniz sizə görə nə qədər like itirmişdim. Sən də əvəzlə əlaqə saxla. Deyərsən ki, qızı Wi-Fi'siz darıxır. Narahat olma. Boş şeydir. Alo, Sənədlər hazırdır. mən ailəni görmək istəyirəm. Yaxşı. Alo, alo. Boy verdi. Hər şey aydındır. Ailəni öldürüblər. Yox. Onların konturları qurtarıb. Ona görə ad boy verdilər. 100%.
Əla. Konturları var da. Bəsdir ayda sən də. Bir daha. Mirzə, tapa bilərsən qardaş hardan zəng eləyirlər? Asan məsələdir qardaş. Amma siz gəlib biraz danışasınız. Mənə biraz vaxt lazımdır. Alo, Gördünüz qızınızı? gördüm. İndi isə mən sənədləri görmək istəyirəm. Sənədlər hələ tam hazır deyil. Olmadı ki, Əvəz müəllim. Siz axı biznesmensiz. Belə iş görərlər. Bu işi tezləşdirmək üçün gəlin belə edək. Mən ailənin barmağını kəsib sizə göndərim. Qızıma dəyməyin. Mən hər şey eləcəm. Lab yaxşı. Onda salamat qalın. Sənədləri səbirsizliklə gözləyirəm. Bir dəqiqə. Köməkçimin sizə sualı var. Alo, salam aleyküm. Mən Əvəz müəllimin köməkçisiyəm. Hüquq elmləri doktoru. Bakı Dövlət Universitetinin dosenti. Lomonosov adına Moskva Dövlət Universiteti. Nə isə eşidirəm. Axırı mən köməkçiyəm. Qulluğunuzda da veçni hazıram. Mənim sizə bu sənədlərlə bağlı bir-iki dənə sualım var. İlk növbədə mənim peşə borcumdur ki, mən sizdən soruşum, necəsiz, nə var, nə yox, səlamətçilikdir. Yaxşıyam, sonra? Biz sənədləri sizə necə göndərəcəyik? Adam göndərəcəm. Siz o göndərdiyiniz adamı yaxşı tanıyırsınız. Necə bəyəm? Zamanı belədir, müəllim. İndi qardaşa etibar eləmir. Məsəl ki, o gün bir dənə klient oturub Əhmədlidə, deyir 3 manata papanini apararsa. Xəstəsən sən? Mən də elə ona dedim ki, xəstəsən sən. Əhmədlidən mənim 3 manata gedirlər papaninə. Sən mənə ələ salırsan, hə? Yox, estağfurullah. Narahat olmayın, sənədləri göndəririk. Oldu. Nə oldu? Yaxşı oldu. Yerlərini öyrəndim. Hələ üstəlik, telefonlarına da qulaqacaq. Kişisən, Aku! Bəhruz! Ulan neyin insan la sən? Atan üçün çox darıxırsan? Nə oldu? Zəng elədim, 2 günə həll olunacaq. Lap yaxşı. Qızı göndərirsən obyektə. Qonaqların dalınca maşını göndərmirsən? Bu dəqiqə göndərirəm. Aha. Rövşən kiməsə zəng eləyir. Nərimanın qonaqları var. Ərəb şeyxləridir. Oteldən çıxıb gedəcəklər Nərimanın villasına. Oldu uşaqlar, uğurlar. Ərəblərdən də narahat olmayın. Salam aleyküm. Ümidvaram ki, bizim bu tanışlığımız möhkəm bir dostluğa çevriləcək.
Narahat olmayın, əsl ərəb buxurudur. Öz də sizin gəlişiniz üçün sifariş eləmişəm ki, özünüzü evdəki kimi hiss edəsiniz. Gəlin tanış olaq. Nəriman. Salam aleykum. Şeyx Ali Baxtiyar. Çox gözəl. Əyləşin. Nəriman. Salam aleykum. Şeyx İbn Bəhruz. Şeyxin 1962 dənə arvadı var. Bunlarda beləncik gedir də. Əyləşin. Salam aleykum. Şeyx İbn Salim. Başa düşmədim heç də mən. Şeyxin tam adı biraz uzundur. Şeyx Əli Bəxtiyar İbn Səlim. Bax, beləncik gedir. Yaxşı. Nə içəcəksiniz? Çay, kofe? Viski. Viski? Şeyxlər demək istəyir ki, onlar viski istəmirlər. Axı onlar müsəlmandılar. Müslim. Aydındır. Onda gəlin iş barəsində danışaq. Salam aleykum. Şeyx Muzaffer. Şeyx Əli Bəxtiyar İbn Səlim Abu Müzəffər demək istəyir ki, o diqqətlə sizə qulaq asın. Lap yaxşı. Mən sizin üçün bizim bu biznes layihəsinin bir balaca prezentasiyasını hazırlamışam. İcazə versəniz, onu sizə təqdim edərəm. Vəbşim, mənə baxın ki, bizdə güya mən nəsə tərcümə eləyirəm də. Bəxtiyar, Karosi, Qədeş, vaxtdır. Aha. Nəriman müəllim, Şeyx İbn Bəhruz sizdən icazə alıb ayaq yoluna keçmək istəyir. Problem yoxdur. Şeyxi yola salın. Şeyxi gözləyib, sonra davam edərəm. Başa düşdü özü. Deyir, ehtiyac yoxdur gözləməyə. Başlaya bilərik. Yaxşı. Bizim layihənin üstün cəhətləri ondan ibarətdir ki, Biri hazırdır. İkinci mərtəbədəyəm. Tez mərtəbədən ələk-vələk elə. Amma ehtiyatlı ol. Mərtəbə təmizdir. Aydındır. Tez qayıt, şübhələnə bilərlər. Çalmamı itirmişəm. Tez bir şey tap başına. İndi burada ağ parçalardan tapın. bura olacaq ikinci Dubai. Əsas yer məsələsidir. O da demək olar ki, həllini tapıb. Bir məsələ var ki, Şeyx, sizin çalmanıza nə olub? Şeyx ki, biraz modna oğlandı. Ona görə çalmasını gün ərzində bir neçə kərəm dəyişir.
Deməli, şəhərin ən təmiz ekoloji hissəsində bu layihənin həyata keçirilməsi çox vacibdir. İşə başlamaq üçün 75-80 milyon pul lazımdır. Nə olub? Demək istəyirsiniz ki, bu çox böyük məbləğdir. Yox, əksinə. Gülünc məbləğdir. Axı onlar şeyxdirlər. 75-80 milyon dollar onlar üçün nədir ki? 5 manat, 3 manat kimidir. Uşaqlar, çox sarsaqlamayın orada. Bəxtiyar, sən birinci mərtəbəni get yoxla. Şeyx Əli Bəxtiyar ayaq yoluna getmək istəyir mümkünsə. Buyursun, şeyx. Salam aleykum. Şeyx Aftandı. Heç nə başa düşmədim. Şeyxin sonuncu adıdır. Lap vaxtında gəlmisən. Rövşən, mənim sağ əlim. Rövşən. Şeyx İbn Bəhruz. Rövşən. Şeyx Əli Bəxtiyar. Rövşən. Mən də tərcüməsiyəm. Qulluğunuzda da veçni hazıram. Qulluğunuzda da veçni hazıram. Qulluğunuzda da veçni hazıram. Salam aleyküm əvəz müəllim. Salam aleyküm əvəz müəllim. Rövşən! Bir dəqiqə. Əvəz necədir? Əvəz? Əvəz kimdir? Mən əvəz zat tanım... Burada nə baş verir? Heç nə. Sadəcə əvəz bura öz adamlarını göndərib. Hafizə! Əvəz bunları bura göndəribsə, deməli ailənin burada olmağını bilir. Aparın bunları maşına. Gedirik sanatoriyaya. Alo? Əvəz? Çox gülməli idi. Gör mən kimə ümid oldum. Hazırla sənədləri. Akif, eşitirsən məni? Uşaqlar ilişdi. Vəziyyətini bil. Mirzə eşitirsən? Uşaqlar tutublar. Mən də onu deyirəm də. Onları harasa aparırlar, düş onların dalınca. Deyəsən onlar harasa aparırlar. Bəlkə dallarınız üçün. Mirzə! Düş onların dalınca, mən də tez gəlirəm. Yox, başqa cürləyim. Mən düşüm onların dalınca, sən də tez gəl. Tez gəl! Kar oğlu, kar. Kör oğlu, kör.
Hoş gelmişsin Rövşən müəllim. Qəbul elə bunları. Yox, o sonra. Ərəbdilər. Xərəbdilər. Qız necədir? O yan bu yan eləmir? Narahat olun, hər şey qaydasındadır. Nifrət edirəm sənə. Sən elə mənə yalvaracaqsan. Bəsdir də Aylin, nə qədər olar? Çəkdim də şəkilvi də. Yox, pis düşüb. Xahiş edirəm. Bir dənə çək də. Gəmi bir dənə. Söz verəm, bir də səsim çıxmayacaq. Yaxşı. Amma axırıncı dəfə. Yaxşı. Gözlə. Belə çək. İplər düşür, bax iplər düşür. Çox sağ ol, bir dənə səni. Ver baxım. Yox, bunlar da pis alınır. Bir dənə də çək. Yox. Dedim axı axırıncı dəfədir. Nifrət edirəm sənə. Sən mənə elə yalvaracaqsan. Bura türmədir ki. Bir qoşunda mühafizəçisi var. Bura girmək üçün gərək plan fikirləşək. Hə? Nə deyirsən? Mənə bir daha pizza yardım. Margarita. Ağa, zibildeyim ya. Heç nə olmaz. Zato en azından bilirik ki Aylin buradadır. İndi biz neyləyik, komandir? Neyini yiyəcək be? Akiflə Mirzəni gözləyək də. Onlar bizə mütləq kömək eləyəcək. Mütləq. Hacı bu sen neydi? Ne yaxşı aldın tabancanı? At dəniz onu. Onu yok, bunu at dənizə. Dayan. Bura 3 nəfər gətirdi. Hardan onlar? Bilmirəm. Necə yanı bilmirəm? 3 nəfər gətirdi, hardadır? Aşpazın kayıtasının yanındaki otaqda. Qız hardadır? Qız hardadır? Kız şefin kayıtasındadır. Platformanın axırında. Ayda. Gene kızın da yerini örgülerdin. Aşpazın kayıtası hardadır? Aşpazın kayıtası. İkinci mərtəbə. Sol tərəfdən üçüncü qapı. Hala, bunları nə qədər gözləmək olar axı? Mənim 6 balam var, başa düşürsən sən hala? Mənim burada ölmək fikrim yox deyə. Biz özümüz buradan çıxmalıyıq. Necə? Oturun. Mənim bir dənə planım var. Sənətkar, mən 5-10 dəqiqəlik tualetə dəyəm gəlirəm. Dayəsən sənin yeməklərindəndir. Başın gəlməyib, yemə. Əş sənin gözün bunlarda olsun, mən gəlirəm. Get, arxayın ol. Bu eşeğe boydadır. Uşaqlar buradadır. Sen bununla məşğul ol. Aşpaz mən dedi. Xoş gəlmisən. Satdıq şöyle var, istəmirsən qardaş. Yox, istəmirəm.
Sıra. Sıxıram da. Kar sana eşitsən, qoy rahat oturaq da. Hə, Kərəm, eşitmirəm. İndi nə qədər istəyirsən, rahat otur. Turan, blin. Ay 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 ay. Çişçikti bu. Dur vakit. Balta vakit. Odayı açar. Bu ne der ha? Bu da elə tutmusan ki, elə bir pudsiz zatsan. Tez ol. Tez ol sənə deyirəm. Ala, hemen o balaca qapıdan da bir çıxırıq, başa düşdünüz? Of, ala, bəxti qaqaş. 9-cu dəfədir başa salıram. Ala, bizi tutublar, Biz buradan qaçmalıyıq, başa düşürsən? Tez ol. Oğlum tez olun da. İndi nağarta istəyirsən askır. Aileni orada saxlayırlar. Platformanın axırıncı qaydasında. Davay, siz ikimiz ora, biz de bura. Atan sənin dalınca gör kimləri göndərib. 2-3 dənə sınıq salxaq qoca. Güya səni onlar xilas eləyəcək. Görərsən, birazdan bura bir batalyon adam gələcək. Sizin hamınızı cırıq-cırıq eləyəcəklər. Bir batalyon adam. Sən qorxdun? Batırdım şalvarı. Görürsən, biz qorxduq. Gülün, gülün. Sabah sənin meydillə Instagrama selfie atım, sən də bax. Meza! Işığı söndü. Meza ışığı yandı. Meza! Söndür ışığı! Ay baba! Meza ışığı yandı. Işığı söndü. Işığı yandı. Mirza ışığı yandı. Ona kârsan yandırdı mı sen? Mirza, Mirza dur. Ana tez ver ha. Zırt mən belə sənə işıq söndürərəm. Zırt tez ver. Mirza. Sən get, bunlar bizdeydi. Deməli belə,
Qırmızı mənimdir. Göy də sənin. Aydındır. Aydındır. Göy mənim. Dedim axı. Qırmızı mənimdir. Göy də sənin. Şimdi ben hardan bilim bunların hansı biri göydü, hansı biri kırmızı? Bu mənimdir. O da sənin. Ha, bu benimdi. Ha, bunu dedi ha. Dayan. Kaldır ellerini. Akif. Akif. Akif! Az. Ha. Agaşka! Ne yaxşı ki geldin. Onlar 2 gündür ki beni... Alçaqlar, vicdansızlar. Axı o uşaqdır. Bunlar beni 2 gündür ki internetsiz koyublar. Bildin. Deməli belə, mən qızı götürüb gedirəm. Siz də sağ qalırsınız. Danışdıq. Danışmadıq. Bunun dərsini tez ver, amma çox əziyyət vermə. Ağsaqqal adamdır. At onu yerə. Atı? At. Atım da. Sən nə sırtıq adamsan, hə? Qurban olum, öldürməyin məni. Narahat olma. Sənə toxunan olmayacaq. Sən hələ bizə lazımsan. Salamat ol, qardaş. Sağ ol. Nəriman müəllim, əvəz gəlib. Çağır gəlsin. Buyurun. Bütün sənədlər buradadır. Hər şey sizindir. Qaytarın mənim qızımı. Buyurun. Mən səni ağıllı biznesmen sayırdım. Problem ondadır ki, sən məni yaxşı tanımadın. Məqsədimə çatmaq üçün mən hər şeyə əl ataram. Sənin inatkarlığına görə bu qədər adam əziyyət çəkdi. Qızını qaçırtdı. O yazıq ağsaqqallar heç nədən getdi. Onların ölümündə sən də günahkarsan. Vaxtında sənədi imzalayardın, onlar da indi sağ qalacaq. Heyf, çox heyf ki, sən kimə baş qoşduğunu anlamadın. Elə sən də kimə baş qoşduğunu anlamadın. Nə? Alfa xüsusi təyinatlı bölüm. 69, 70 xilas etmə əməliyyatı hamısı da uğurlu. Salam aleykum. Şeyx Abdülkadir. Ay, keç görüm qırağa. Onsuz da heç nə sübut edə bilməyəcəksiniz. Narahat olma, bizdə yetərincə sübut var. Haram olsun sənə verdiyim çörək. Siz mənə söz vermişdiniz. İşim yüngül olacaq, hə? Hə, mən tuvaleti deyirdim. Çıqa baxma.
Ağa Natiq, çox sağ olun. Həyatınızı təhlükəyə atdınız, amma qızımı qaytardınız mənə. Başqa cür nə ola da bilməzdi Əvəz müəllim. Axı mən özüm də 6 qız atasıyam. Bir dəqiqə. Alo. Bəli mənəm. Nə? Aydındır. Bağışlayın. 7 qız atasıyam. Ay maşallah, maşallah. Təbrik edirəm Aqaşka. Çox sağ ol qızım. Bir dəqiqə. Alındı. Yox. Bir dəqiqə. Bəs Mirzə hardadır?